8-ci gündə xoş gördük, əziz yurt həsrətlilər və yurtseverlər. Xatırlayırsınızsa, ötən buraxılışda mən Ermənistanın baş nazirinə ilk ordeni Böyük Xaçı 2 il öncə o vaxtki Roma papası Fransiskin təqdim etdiyini bildirmiş və demişdim ki, bu əslində ona verilən dəstək eyni zamanda da xeyir-dua idi. Nəyə dəstək və nəyə xeyir-dua idi? Paşinyanın Hay kilsəsinin baş keşişçi Qaricinə qarşı sərt və açıq tənqidə eləməz 2 il öncə başladığını nəzər alsaq, bəlli olur. Keçən dəfə demişdim və bir daha təkrarlayıram ki, fikrimcə Vatikan da Hay kilsəsinin Rus Pravoslav kilsəsinin təsirində olmasını, onun başında Rusiyadakı güc strukturlarından birinin agenti kimi təqdim edilən adamın durmasını istəmir. Eçməcindəkilərin də Vatikana yanaşması qarşı tərəfindən çox da fərqlənmir. Katolikosun tabiçilindəki bütün keşişlərə tapşırıq verməsi ki, Vatikanda dini törənə qatılan Paşinyan daha onlardan olmadığından, kilsəyə gələrsə ona yaxınlaşmasınlar. Özlüyündə artıq çox şey deyir. Ancaq keşişlərin heç də hamısı Qaricinin dediyi ilə durub oturmaq istəmirlər ki, ötən həftə bu daha aydın şəkildə nəzərə çarpdı. Nəinki sıravi keşişlər, Hay kilsəsindəki ən yüksək dini rütbə daşıyanların, yəni arxiyepiskop və yepiskopların 10 nəfəri artıq açıq şəkildə Qaricinin əleyhinə çıxış edərək bircə bəyanatla onu istifaya çağırıblar. Həmən 10 nəfərdən 8-i ötən həftə Ermənistan baş nazirinin qəbulunda idi. İndi o görüşdən sizə kiçik bir hissəni təqdim edəcək, amma görünən budur ki, Qaricinin əleyhinə başladılan kampaniya Moskvanı Ermənistanın KTMT-nin toplantısına qatılmamasından, hətta oradan çıxmaq istəməsindən qat-qat artıq narahat edir. Ona görə də Ukraynada etdiklərinin orada da təkrarlana biləcəyini artıq gizlətmirlər. Eyni zamanda Donbasda olduğu kimi hələlik qabağa kriminal ünsürləri buraxıblar və təkcə kriminal ünsürləri deyil. Qərbin bir sıra aparıcı universitetlərinə yerləşdirilənlərin, orada Rusiya ilə sıx əməkdaşlıq edənlərin də arasından güya kilsəni və dövləti qorumaq adı altında səfərbərliyə cəlb olunanlar var. Bu buraxılışda həmin adamlardan bəzilərinin açıqlamaları ilə sizi tanış edəcəyik. İndi isə bayaq dediyimiz görüşdən kiçik bir parçanı, daha dəqiq ki, həmən görüşdə Paşinyanın dediklərini diqqətinizə çatdırırıq. Սրբազան հայրեր, նախ ուրախ եմ ձեզ տեսնելու համար և ուզում եմ շնորհակալություն հայտնել ձեզ ձեր սկզբունքային դիրքորոշման համար, որ դուք այսօր արտահայտել եք հրապարակային կերպով և գիտեք, ես կարծում եմ, որ այն թեման, որը արծարծել եք դուք ձեր հայտարարության մեջ, հանձնավորվածի միջոցով մենք շատ կարևոր մի ընդհանրական որակարգի հետ ենք առնչվում։ Ես շատ երկար մտածել եմ և եկել եմ հետևյալ մի հետևության ինքս ինձ համար, որ նաև կիսել եմ հանրության հետ և հարկ եմ համարում կիսել նաև ձեզ հետ, որ մենք շատ խոսում ենք արժեքահենք հանրություն, արժեքահենք պետություն, արժեքահենք հասարակություն ունենալու մասին։ Եվ դա մեր նպատակը և խնդիրն է, և որտեվ այնուամենայնիվ ցանկացած պետություն ինքը հենված է բացի զուտ իրավական տրամաբանությունից, այդ իրավական տրամաբանությունն էլ հենված է որոշակի արժեքային համակարգի վրա. Paşinyan yepiskoplara görüşdə onların qaldırdığı məsələnin dövlət gündəliyinin bir hissəsi olduğunu deyir və dövlətin dəyər təməlliyindən bəhs edir. Dövlət gündəliyinin bir hissəsi olan məsələ isə bilirsiniz nədir? Onlar Qaricindən kanselyariyasının rəhbəri arxiyepiskop Arşak Xaçatryanın tutduğu vəzifədən çıxarılmasını və dini rütbəsinin ləğvini tələb edirlər. Çünki o, qadınla əlaqədə olmamaq andını pozub. Yepiskoplar Xaçatryanın bu andı pozduğunu, yəni haqqında yayılan intim görüntülərinin həqqiliyinin istintaq komitəsində təsdiqlədiyi halda Qaricinin onunla bağlı qərar qəbul etməməsinin katolikosluqla bir araya sığmadığını bildirirlər. Və nədənsə
kanselyariyasının rəhbəri kimi Katolikos'un özünün də iştiyağında pozduğunu, həkim bir qadından, hətta övladının olduğunu da hələlik xatırlatmaq istəmirlər. Görünür, bunu əllərində kart olaraq saxlayırlar. İndi kimsə soruşa bilər ki, yaxşı, yepiskopların niyə belə davrandıqları aydındır. Amma Ermənistanın da konstitusiyasına görə din dövlətdən ayrıdır. Bəs onda hansısa bir arxiyepiskopun qadınla əlaqədə olmamaq andını pozmasının dövlət gündəliyinə nə dəxli var? Belə götürəndə təbii ki, heç bir dəxli yoxdur. Amma məsələ burasındadır ki, Eçmədizin özü də dini mərkəzdən daha çox siyasi intriqa yuvası kimi çıxış edib ki, bu gün də eyni funksiyanı yerinə yetirməyə çalışır. Sadəcə indi rəsmi hakimiyyətlə qeyri-rəsmi hakimiyyətin, yəni kilsənin gündəlikləri üst-üstə düşmür. Eçmədizin 2 əsrə yaxındır ki, tam Moskvanın direktivlərinə uyğun siyasət yeridirdi. Paşinyan isə 1999-cu ilin 27 oktyabrında Ermənistan parlamentindəki qanlı terrorla rəsmi hakimiyyətlə qeyri-rəsminin tam bir-birinin davamına çevrildiyi, onun müstəqil siyasət yeritmək perspektivinin məhv edildiyi həmən reallığı aradan qaldırmağa çalışır. Mən burada 1999-cu ilin 27 oktyabrını elə belə xatırlatmadım. Məhz həmən gün az ya çox öz xalqının maraqlarından çıxış etmək və liderlik potensiyalı olan Karen Demirçyanla Vazgen Serkisyan aradan götürüldülər. Və elə həmən gün 2-ci Qaregin Katolikos postuna əyləşdirildi. Təsadüfdürmü? Bəlkə də. Amma Ermənistanın o vaxtki prezidenti Köçəryanın, Moskva üçün siyasətçi Qareginin isə keşiş Köçəryan rolu oynadıkları şəksizdir. Haylar müstəqillik əldə edəndən Ermənistan doğumlu ilk siyasi rəhbəri ilə yenə bir əsrdən artıq müddətdə ilk dəfədir ki, Ermənistan doğumlu Katolikosları isə bu baxımdan ən azından fərqli təsir bağışlayırlar. Onların aralarındakı ziddiyyət də elə bundan qaynaqlanır və az öncə də qeyd etdiyim kimi belə bir durum deyəsən Moskvanı Ermənistanın hətta KTMT-dən çıxmaq niyyətindən də çox qayğılandırır. Öncə gəlin Ermənistanın KTMT-yə indiki yanaşmasına Rusiyanın ən yüksək səviyyədə sərgilədiyi reaksiyaya baxaq. Bu, ötən həftə həmən KTMT-nin Bişkekdəki toplantısında baş verdi. Понимаете, я много раз уже об этом говорил. Все, что происходило, не имеет отношения к ОДКБ. Потому что в отношении самой Армении не было никакой внешней агрессии. ОДКБ призвано защитить страны-члены от внешней агрессии. События, связанные с Карабахом, имеют свою специфику. Ведь Армения не признала Карабах в качестве независимого государства и уж точно не включала Карабах в свой периметр государственный. Значит, все, что происходило в Карабахе, с юридической точки зрения к Армении прямого отношения не имеет. И поэтому претендовать на то, что ОДКБ должно было воевать на территории этого анклава, как-то несколько странновато. Ну, не так ли, правда? Ну, конечно. Но, тем не менее, это очень чувствительный вопрос. Это со стороны всегда легко, значит, давать какие-то оценки. Внутри всегда все сложнее. Повторю еще раз, на мой взгляд, любая страна, член организации, должна сама для себя определить, что соответствует ее национальным интересам. И мы будем относиться к этому с уважением. Ну, первое. А второе, Армения же не заявила о выходе. Во всяком случае, пока. Она заявила, что берет паузу, но при этом она поддерживает все документы, которые принимаются в ходе сегодняшней нашей встречи, сегодняшней сессии переговоров, и обращает наше внимание именно на это. Но если это так, значит, существует возможность, что Армения вернется к полноформатной работе в рамках этого объединения. Посмотрим. Vladimir Putin Ermənistanın KTMT-yə əvvəlki kimi yanaşmamasının nədən qaynaqlandığı haqda sualı cavablandırarkən, orada demək olar ki, əvvəllər dediklərini təkrarladığından,
onu sətirli tərcüməyə ehtiyac duymadıq. Amma Rus dilini bilməyənlər üçün yığcam şəkildə onu deyim ki, Rusiya prezidenti oranın müstəqilliyini Ermənistanla tanımadığından və öz torpaqları saymadığından, Qarabağda gedən döyüşlərin xarici təcavüz olmadığını və o üzrində KMT'dən bu anklavda savaşa qatılmasını gözləmənin özünün qəribə təsir bağışladığını bildirir. Sonra da qeyd edir ki, təşkilat üzvlərinin hər biri milli maraqlarının nədən ibarət olduğunu özü müəyyənləşdirməlidir. Və onlar güya buna hörmətlə yanaşırlar. Eyni zamanda Rusiya prezidenti Ermənistanın KMT'dən çıxmaqda bəyanat vermədiyini, fasilə götürdüyünü, bununla yanaşı qurumun bütün qərarlarını dəstəklədiyini vurğulayaraq, nə vaxtsa tam formatlı əməkdaşlığa da dönəcəklərini istisna etmir. Burada mənim diqqətimi çəkən ziddiyyətli bir məqam var. O da Vladimir Putinin bir tərəfdən Qarabağdan söhbət edərkən Ermənistan torpağı olmadığını qabartması, digər tərəfdən isə oranı anklav adlandırmasıdır. Və ümumiyyətlə, burada Azərbaycanın adını bir dəfə də çəkməməsidir. Görünür o, ya anklav terminin nə anlam daşıdığını bilmir, ya da Ukraynada başlatdığı 3 aya 4 ili tamam olacaq savaşın yorğunluğu və digər faktlar özünü göstərir. Fikir verdinizsə, Putinin KMT üzvlərinin milli maraqlarını özlərinin müəyyənləşdirmələrinə hörmətlə yanaşacaqlarını deyəndə mən burada göz sözünü işlətdim. Bu sözü niyə işlətdiyimi onsuz da bilirsiniz və Ermənistanda özlərini revanşist kimi təqdim edənlərin, o sıradan da hay kilsəsindəkilərin kimin tapşırığı ilə durub oturduqlarından, niyə regionda sülh əleyhinə təbliğat apardıqlarından az-çox xəbərdarsınız. İndi baxacağınız bu video məhz kiçicik də olsa öz milli maraqlarından çıxış etməyi planlaşdıran Ermənistanın necə hədələndiyini, həm də kimlərin hədələdiyini açıq-aydın göstərəcək. Дорогие братья и сестры, мы сегодня в Донецке приехали нашему брату навестить, посмотреть, как они здесь защищают рубежи нашей Родины, как трудятся. И очень гордимся с такими людьми, еще что они за нашу веру, за христианство переживают, за сегодня, что творится в армянском церкви, что сегодня мы соединяет нас вокруг. Это наша вера, наше будущее, нашей большой России, наших родин маленьких, потому что... А плюс мы, когда создавали армянский батальон, мы именно начинали свой путь с церкви, с благословения. И для нас это непросто. И осознавая вот эти все моменты, мы будем высказывать и свое мнение, всегда рядом с вами находиться. И мы благодарны вам, что вы рядом с нами. Поэтому мы дальше еще пару моментов анонсируем. Когда придет время, вы поймете, что война нам не чужда, мир нам не чужд. И все народы будут едиными. Наше единство это нашем душевном соединении друг с другом, понимании. И я сегодня еще раз брата хочу нажать руку и гордиться. И дальше Бог покажет нашу дорогу. Поживем, увидим. Ukraynada, Donbasda baş verənlərin Ermənistanda da təkrarlana biləcəyinə eyham vuran və bunun məhz din adına edildiyini deyən bu videodakılar bilirsiniz kimdilər? Hər ikisi də kriminal ünsürdülər. Özü də belə demək olarsa ailəlikcə. İkisinin də qardaşı kriminal çəkişmələr zamanı öldürülüblər. Avizbanın qardaşı 2019-cu ildə Ermənistanda Don Pipo ləqəbli Artur Asatryanınki isə 2021-ci ildə aradan götürülüb. Və ondan sonra bu ikinci Rusiyaya üz tutub. Ermənistanda axtarışda olsa da təhvil verilməyib. 2022-ci ildə isə Hay xaçlılarının azadlıq hərəkatını yaradıb. Asatyanın Ukraynaya qarşı vuruşan haylardan ibarət taborun komandiri başqa bir kriminal ünsür, Armen Sərkisyanla da yaxın əlaqələri olub. Olub ona görə deyirəm ki, Sərkisyan bu ilin martında Moskvada partladıldı və rəsmi kanallar bu qətlin arxasında Ukrayna kəşfiyyatının durduğunu bildirdilər. Ancaq istisna edilmir ki, Sərkisyanı da
Donbasda vuruşmuş bir çox kriminal ünsürlər kimi onları elə cəbhəyə göndərənlər aradan götürüb. Çünki elələri özlərini əskər yox, şərik kimi aparır, kuratorları ilə hesablaşmaq istəmirlər. Nəticədə də nə olmalıdırsa o da olur. İndi Basatıryan Avicbanın yanına təkcə ona görə təşrif gətirməyib ki, haylardan ibarət Arbat adlandırılan tabor bu cinayətkarın başında durduğu vəhşi diviziyanın tərkibindədir. Baxın, bu Avicba qardaşları həm də onunla tanınırlar ki, Abxaziyanın rəhbərliyindəkilər sözə baxmayan da özlərini güya müstəqil dövlətin liderləriymiş kimi aparanda dərhal suxumda peyda olur və onların hakimiyyətdən getmələrini tələb edirdilər. Məsələn, 2014-cü ildə Aleksandr Ankvabın hakimiyyətdən getməsində hər iki qardaşın birbaşa rolu vardı. Abxaziyadakı 2020-ci ilin etiraz aksiyalarında da ön planda yenə bu Axra Avicba dururdu. Bütün bunları ona görə sizin diqqətinizə çatdırıram ki, sözü gedən iki ünsür Ukrayna cəbhəsində birgə fəaliyyətdən daha çox Avicbaların Suxumdakı təcrübələrini İrəvanda da tətbiqini müzakirə niyyəti ilə görüşmüşdülər. Ən azından belə bir təəssürat yaradırdılar. Ola da bilər, videodakı açıqlamalarından bu o qədər də aydın sezilmir. Çünki hər ikisi də savaddan kəsaddılar. Amma sözü gedən görüşlə bağlı vəhşi diviziyanın Telegram kanalında dərc edilən informasiyada hər şey çırpaqlığı ilə göstərilir. Vəhşi diviziyanın Telegram kanalının iki kriminal ünsürün görüşləri ilə bağlı dərc etdiyi informasiyada qeyd olunur ki, Donbasda savaş Qərbin təhriki ilə pravoslavlığa zərbə vurulması ilə parçalanma ilə başlanmışdı ki, eynisi indi İrəvanda baş verir. Müqəddəs Erməni Apostol kilsəsinə qarşı görünməmiş təzyiqlər var və bu əslində öz xalqına qarşı savaş deməkdir. Milli identikliyin məqsədyönlü şəkildə demontajıdır. Ardınca Ermənistanda güya kilsənin parçalanmasına, alçaldılmasına eyham vurularaq bu öz dağıdıcılığı ilə hərbi zərbə mahiyyətli təxribat və ermənilərin milli identikliyinə qarşı hibrid savaş adlandırılır. Vurğulanır ki, Qərblə şübhəli perspektiv qarşılığında Rusiya ilə əsrlər boyu davam edən müttəfiqliyə son qoymaq Ermənistanın strateji intiharıdır. İki kriminal ünsürün görüşündən bəhs edən informasiya belə bir sonluqla bitir. Bizim növbəti addımımız Ukrayna ssenarisini qardaş Ermənistanda reallaşdırmaq istəyənlər üçün zamanın çağırışına uyğun şəkildə düşünülmüş və qətiyyətli olacaq. Yəni xəbərdarlıq edilir ki, əgər Ermənistan hakimiyyəti Rusiyanın dediyi ilə durub oturmasa, Ukraynada baş verənlər orada da təkrarlanacaq və öndə də tərkibində haylardan ibarət batalyonun olduğu vəhşi diviziya gedəcək. Yəqin diqqət etdiniz. Toz sayaq sərsəmləmələrindən başqa ağıllı nəsə deməyə savadları çatmayan, bu iki kriminal ünsürün görüşləri haqqında informasiya onların nə anlam daşıdığından xəbərsiz olduqları termin və ifadələrlə necə zəngindir. Demək ki, bu informasiyanı onları Paşinyanın üzərinə qısqırdanlar hazırlayıblar və burada onu da qeyd edək ki, ötən ilin sentyabrında Ermənistanda terrora hazırlıqda şübhəli bilinən bir neçə nəfər saxlanılmış və onlardan xeyli silah-sursat müsadirə edilmişdi. Həmən adamlar isə bax bu vəhşi diviziyanın haylardan ibarət batalyonunda xidmət edənlər, yaxud da onun bazasında hərbi hazırlıq keçənlər idilər. Yəni, deməyim odur ki, Asatıryanla Avicbanın hədələrini ciddiyə almamaq olmaz. Beləliklə, burada bir daha hay kilsəsinin mahiyyəti, onun hansı çevrələrlə əlaqədə olduğu, keşiyində kimlərin durduğu və hansı prinsipdən çıxış etdikləri açıq aydın görünməkdədir. Və o da görünməkdədir ki, Paşinyana təzyiq təkcə kriminal ünsürlərin əli ilə edilmir. Gəlin, dinləyək. Вы помните надписи Макрона на Твиттере на армянском языке, после которого у нас армия вот этих европропагандистов вошла в экстаз? Помните? Вы помните его слезную речь на похоронах Азнавура? Помните, когда он говорил там «La bohème, Еронкер», вот это, он цитировал его песни, а потом он сидел там, когда соотечественник Шарля Азнавура сдали, он там сидел, со слезами говорит об Азнавуре, а потом сдает 120 тысяч
его соотечественников. Вы помните, когда в Шербуре он сказал, что отношения с Арменией приобретут стратегический характер? Помните, он так красиво там стоял, за ним стояли французские солдаты. Вот идеальная была постановка, помните? И после этого Армения не получила никаких гарантий безопасности ни от Франции, ни от Соединенных Штатов. Никаких разговоров о членстве в НАТО нет, никто нам это не предлагает. Эти идиотские аргументы, что сначала надо отказаться от России, вы видите, что это тоже не работает. Мы фактически уже не часть ОДКБ, это уже было признано. Никаких обещаний нам не делают. И вы видите, что в вопросе с Украиной Запад настаивает на том, чтобы Украина не уступала ни сантиметра. А в вопросе с Арменией Запад настаивает, что Армения уступила все. И она уже все уступила. И этот месье из Франции сидел там, когда под его началом наш так называемый лидер, наместник, он сдал Карабах. И Макрон там сидел. Это после его слезных речей о Шарле Азнавуре, значит, это речь в Шербуре, что будут стратегические отношения с Арменией, все это фуфло, извините. То есть нас заставляют подчиняться и все сдавать, а Украину обороняют зубами. Почему, как вы думаете? Потому что интересы такие. Потому что там Россия. Главной стратегией Запада является окружение, сдерживание, вытеснение России. Это фанатизм, это вот эта русофобия, которую они не могут преодолеть. Украина им нужна как таран против России, а Армения им нужна как бывшая база русского влияния на Кавказе. То есть Армения должна максимально быть ослаблена, подчинена Турции и Азербайджану, чтобы Россия была вытеснена из Кавказа. И после этого постепенно будет разрушение армянской государственности, чтобы Россия больше не смогла вернуться на Кавкaz. Bu Artur Xaçikyan siyasetşünaslıq elmləri doktorudur və ABŞ-nin öndə gedən Stanford Universitetində çalışır. Rusça bilməyənlərə söylədiklərini qısaca tərcümə edim. Demək, o Şarl Aznavurun dəfnində göz yaşı töksə də, Ermənistan bizim strateji tərəfdaşımızdır desə də, Fransa prezidenti Macronun vədinə xilaf çıxmasından Aznavurun 120 min soydaşının necə təslim edildiklərinə göz yummasından narazılığını dilə gətirir. Vədlərinə aldanaraq Ermənistan de facto KTMT-dən getsə də bu onun sözləridir. Onu NATO'ya götürməmələrindən şikayətlənir. Ardınca deyir ki, Ukraynaya gələndə Qərb onun 1 santimetr belə geri çəkilməsini istəmir. Ermənistandan isə hər şey güzəştə getməsi tələb edilir. Və o da hər şey artıq güzəştə gedib. Paşinyan Qarabağı təhvil verəndə Macronun onun yanında oturduğunu vurğulayan Xaçikyan, Qərbin məqsədinin Ermənistanı tam zəiflədib Türkiyə və Azərbaycana tabe etdirmək olduğunu bildirir. O bütün bunların Rusiyanın Qafqaza bir daha dönməməsi üçün Ermənistanın dövlət kimi yavaş-yavaş dağıdılması məqsədi ilə edildiyini söylüyor. Beləliklə biz Stanfordda dərs deyən bu Artur'un Rusiyadakı o biri Artur'un, yəni kriminal ünsür olan Kəmsavat adaşının dediklərini hardasa təkrarladığını görürük. Niyə? Çünki hər ikisi eyni mərkəzə bağlıdırlar. Paradoksal görünsə də, kriminal ünsürün hədəf auditoriyası yəqin göz qorxutmaq üçün daha çox savadlı kəsim idisə, bununki kütlədir. Buna görə də Ermənistanda keçirilən küçə sorğusuna qatılan 8 nəfərdən cəmsi ikisinin, o da biraz tərəddüdlə Azərbaycanlılarla bir yerdə yaşaya biləcəklərini demələri, yerdə qalanların bunun mümkünsüzlüyünü ifadə etmələri təbiidir. Bircə yaşamağımızın mümkünsüzlüyünü deyənlərin arqumentlərinə diqqət edin. Դուք ադրբեջանցու հարևանությամբ կապրեք, որ ձեր հարևանը Ոչ, չի ազիջը, չեմ ապրի։ Ոչ է թուրքին։ Ասեմ, հայը հայի հետ չի կարում ապրի, թուրքը բանը, ադրբեջանցին հայի հետ կապրի, չի ապրի, քանի որ աշկնի առաջ շատ վնասներ են տվել, շատ բաներ են արել, մեր կոնկրետ օրինակը Ղարաբաղը ինչ է, ես այնքանի բար իմ տղան ծառայ է Ղարաբաղում, եղնիկներում, ես ամբողջ տարին են տեղ եմ եղել, գիտեմ ինչ ուց։ Իրանք միշտ դպրոցում են, մանկապարտեզում են, երեխեքին սովորեցնում են, որ հայերը մեր թշնամին են, հայերը ես ինչ են, էլ ինչ
վտանգներ կան։ Ամեն վտանգել կա, ինչ իմանաս ինչ վտանգ կա։ Կարող այն եկել հենց դիտմոն, որ մի բան լրտեսի, մի բան կորզի վենի գնա, ինչ իմանաս Թուրքին էհտբար կա, Ադրբեջանցուն էհտբար կա։ Կարա Ամերիկան ոչ Ֆրանսիան, կարա Չեսպերտի ոչ է, այդ մենակը Ռուսաստանն էր մեր պետությունը, լուբոյ դարը Ռուսնապայելա էր, ես միշտ մաֆիա դրան իրանք ինչարին սեցային, թե չէ Նիկոլը մաֆիայի եմ պոչենա, ոնց ասպերն են ծանում, ու չեն էլ հասկանում, որ ես մաֆիան մուսուլմանական և քրիստոնեական գործ է, ես վաղը մուսուլմանը սաղին դիրանալ մանոր խելքի են գալու uşalın. Bu həzin səslinin dediklərini eşitdiniz, hə? Rusiya forpostluktan başqa ayrı yollarının olmadığını bildirir. Çünki Xaçikyan kimi Stanfordda dərs deyənləri bunu onlar aşılayırlar. Görəsən Türkün etibarqa, Azərbaycançun etibarqa, yəni Türklərə, Azərbaycanlılara etibar var sualını verən qadın heç düşünübmü ki, bu sözü niyə bizdən götürüblər? Nədən özlərində olmayıb? Nəysə, qarşı tərəfin nə düşünməsindən asılı olmayaraq, biz öz yurt yerlərimizə dönəcəyik ki, ötən həftə Facebookda Nikol Paşinyan onlardan birinin təsvirini paylaşmışdı. Onun Sotk adlandırdığı Zoddan söhbət gedir. Paşinyan fəxrlə bildirir ki, sərhədyanı kəndlərdə evlər tikmək proqramı çərçivəsində 7-si də Zodda tikilib. İndi onların tikdikləri evlərə baxın. Qarabağ və Şərqi Zəngəzurda bizim tikdiklərimizə də. Bir zamanlar Göyçənin ən çox əhali yaşayan kəndi Zodindi yarı boşda deyil. 4-dən 3-ü boşdur. Acınacaqlı mənzərədir və haylar özləri də itiraf edirlər ki, hökumətin səylərinə az öncə adı keçən proqram çərçivəsində bir xeyli ev tikmələrinə baxmayaraq, əhali sərhəd boyu kəndlərdən köçüb gedir. Gedəcəklər çünki o kəndlər bizimkidir. Bizim dədə-babalarımız orada yaşayıb. Biz də dönüb yaşayacaq. Ona görə də sizə Sultan 4. Muradın 1635-ci il fətnaməsində İran və Turan məmləkətlərinin üzünün suyu, yəni İsməti, Şərəfi, Naxçıvan və Şirvanın qapıları, Azərbaycan mülkünün həsad doğuran qalası adlandırılan İrəvanda görüşənərək deyirəm, əziz yurt həsrətlilər. Bizi yurdumuzdan çıxarsalar da yurdumuzu bizdən çıxara bilməzlər. Tanrıya və yurda ismarlandıq.